Görəsən İzbim vidalaşmadan gecə yarısı çıxıb gedərmi? Fağıl uşaq kimi çəkinə-çəkinə soruşdu. Zümrüd nə fikirdədir? İstədiyinizi eləməkdə sərbəstsiniz, əziz Fağıl. Sadəcə israr edib zorla fikrini dəyişməyə çalışmayın. Yox, çalışmarıq, Fağıl dedi. Axşam İltığın getdi ki, axşam yeməyinə gəlsinlər. Bütün övladlarım və qonaqlarım birlikdə yemək yeyək. Gəlməsələr, yeməkdən sonra biz gedib sağollaşarıq. Zetiklaq və Xasvağandur ilə razılaşmalıyıq. Xasvağandur liderləri ilə görüşə bilərik, amma qılıncı tapandan sonra Alov son çarpışmada qılıncla birgə yoxa çıxıb. Üzüyün isə sadəcə varlığından xəbərimiz var. Necə şeydir bilmirik. Zetiklaq haqqında da az şey bilirik. Gizliliklərini qoruyurlar. Bəzən nəsə iş görürlər. Heç kim onları görmür. Təkcə gözə çarpan yerə qırmızı sümbül və şəmşir damğası vururlar. Bugün təriqətimiz, aləmiz bölünür. Nupeyğıslaq bölünür. Fağılın qəmləndiyini görüb tez dedim. Mənim sənə nəsə deməyim yersizdir, Fağıl. Sənə məsləhət verməyim, pişiyin aslana döyüşməyi öyrətməyinə bənzəyər. Amma öyrəniyim çox az şeylərdən biri də budur ki, gərək ürəyində ümidsizliyə, kədərə əsla yer verməyəsən. Yoxsa xağ sac oradan çıxar və xaçma qəlbini sıxar. Bəli, İzbim və digərləri ayrılırlar. Amma nə təriqət, nə də ailə bölünür. Təriqət bölünmür, ona görə ki, düşmən olmamışıq. Onlar bizim bir parçamızdır. Sadəcə bir qərar veriblər və buna hörmət edirik. Döyüşməsələr də, uzaqda olsalar da təriqətimizin üzvləridirlər. Biz ölsək, qanımızı alarlar. Düşmənimizlə dostlaşmayacaqlar. Üstünə də təslim olmayacaqlar. Ailə bölünmür. Bu fani dünyada bəzi şeylər çox dəyərlidir. Ailə də bu dəyərli şeylərdən biridir. Belə çirkin dünyada tapmağımıza sevinməliyik. Bu mirvarini sındırmaq ağılsızlıqdır. Onları atmayacağıq. Lazım olsa yollarında canımızı sipər edəcəyik. Fağıl başını buladı. Sən əməlli başlı Kladius oldun ki, biraz əvvəl səni edam edirdilər. İndi canını onlara sipər edib qorumaqdan danışırsan. Bəli, müdafiə etməyə çalışacağıq. Əsas müdafiəni isə xağ-sac edəcək. Arzu edirəm, nə biz, nə onlar xağ-sacsız qalaq. Zena dedi. Axşam ibadətində mütləq bu sözləri xatırlayacağam. İbadət. Xağ-saca ibadət. Mənim ağ libasa bürünməyimə kömək edə bilərdi bu. Həvəslə dedim. Mənə ibadətdən danışın. Zena izah elədi. Qədim Teceklilər, Kuronlular kimi biz də xağ-saca ibadət edirik. Başımız həyatımıza qarışdığı vaxt hər şeyi bir anda atıb, xağ-sacı yad edib aramlıq tapırıq. Yad eləməsən, uzaqlaşarsan. Uzaqlaşmaq qorxusundan işimizi atıb bir neçə dəqiqə xağ-sacı yad edirik. Alnımızı yerə qoyuruq. Təkəbbürdən dik duran baş özünü hamıdan və hər şeydən üstün bilər. Özündən razı qalar. Özündən razı olan şəxs hərəkət edə bilməz. Ruhunu daha çox böyütmək, daha yaxşı olmaq istəməz. Çünki olduğu hal ilə kifayətlənər. Belə olanda səadəti də yavaş-yavaş əldən çıxar. İnsan ruhu belədir. İnkişaf yolunda addımlamırsa, mütləq geri gedir. Ruh, axına qarşı üzən insana bənzəyir. Bircə dəqiqə olduğu yerdən razı qalıb hərəkəti dayandırsa, çay onu sürətlə geri aparar. Aman təkəbbür əlindən. Təkəbbürü sındırmaq mütləqdir. Ən yaxşı yollardan biri də ibadət üçün alnını torpağa qoymaqdır. İltığın dedi. Uzun və yorucu gün oldu. Gedək müjdələnmiş. Çadırın hazırdır. Bir qədər dincəl. İbadətdən sonra da yeməyə gəl. Yəqin sabah daha ağır gün olacaq.
İltiğin ayağa qalxdı. Mənə heç də yorucu gəlməyən günümü Nufeyği ıslaq çadırında başa vurmaq heç də pis deyildi. İltiğinlə çölə çıxdıq. Külək şiddətlənmişdi. Edam dirəyinin üstündə qırmızı dəsmal hələ də yellənirdi. Hamı çadırına çəkilmişdi. Sıx meşəliyin mərkəzindəki bu böyük talada belə güclü külək qəribə idi. Amma ümumiyyətlə, çadırlardan gələn səslərdən məlum olurdu ki, hazırlıq gedir. Görünür, İsbem gecənin qaranlığında qəbiləni tərk edəcəkdi. Məni bir neçə saat əvvəl gözlərim və qollarım bağlı gətirən İltiğin indi də hörmətlə bir çadıra gətirdi. İçəri keçdik. Bir yer yatağı, bir də çıraq vardı, vəssalam. İltiğin çadırın qarşısında dedi. Çadır möhkəmdir. Növbətçilərimiz də gecəni buralarda olacaqlar. Rahat yata bilərsən. Bu gecəni burada keçir. Sumğaya. Sabah baxarıq. Zireh və əsa atamın çadırında təhlükəsiz yerdədir. Amma istəsən bura gətirərəm. Atam dedi ki, Zumğaya de, məni bağışlasın. Bir gecəlik o çadırda qalsın. Sabah rəhbər çadırını boşaldıb sənə təhvil verəcək. Birazdan gün batacaq. Onda hamı köm jetdi deyə ucadan səslənib bir-birlərinə səs verəcəklər. Təlaşlanma. Nəyə ehtiyacın olsa çağır, kimi istəsən. Buranın rəhbəri artıq sənsən. Əziz İltiğin, sağ ol, dedim. Zireh və əsanı dan yeri söküləndə alaram. Bir xahişim var. Əynimdəki paltarlar qaranlıq və çirklidir. İmkan varsa, İltiğin sözümü kəsdi. Hə, gətirərəm indi. Tez gələcəm. Bunu deyib qaçaraq uzaqlaşdı. Çadır küləkdə yırğalansa da möhkəm idi. Kitablarımı yastığın üstünə qoymuşdum. Elə hey sabah nə etməli olduğumu düşünmək istəyirdim, amma səbəbini bilmədiyim bir rahatlıq məni arxayınlaşdırırdı. İltiğin tez qayıtdı. Qaçaraq gedib gəlmişdi. Tövşüyürdü. Gətirdiyi paltarları mənə uzatdı. Təşəkkür edib paltarları aldım. İltiğin dedi. İlon haqlı idi ki, sabaha planım var. Gülümsədim. Əsas bizim yox, xalq sacın planıdır. Fağıl döyüşə bilirmi? Elə hesab elə soruşursan ki, quşlar uça bilir. Mülayim rəftarına baxma. Meydana girəndə nə qocalığı qalır, nə də uşaq xasiyyəti. Doğrusu narahatam. Birdən sənə zərər vermək istəyərlər. Yaxşısı budur, mən də gecəni burada qalım. Zarafat yana dedim. Deyirsən qurdu quzu apararmı? Narahat olma. Mənim də təhlükə vaxtı nə körlüğüm qalır, nə də yorğunluğum. Amma İltiğin düşüncəli idi və zarafatıma fikir vermədi. Lazım olsam çağırın, deyib çıxdı. Mənə sən deyə müraciət edirdi. İndi isə soyuq şəkildə çağırın deyib çıxmışdı. Bəlkə də zarafatımdan incimişdi. Paltarımı dəyişdim. Qəhvəyi, geniş şalvar və solğun sarı rəngli geniş köynək. Bu vaxt çöldən Zenanın səsi gəldi. İcazə olar, Zumğaya Claudius. Buyur Zena, buyur, dedim. Zena içəri girdi. Əlində nəsə vardı. Yaddan çıxan bəzi xırda şeylərdir. Hamısını küncdə yerə qoydu. Dikəlib davam elədi. Atınız da hazırdır. Qara atın quyruğu və yalı qırmızıya boyanıb. Fağılın mənə verdiyi zirehin üstündəki kimi? Hə, Claudius'un atının təsviri idi. Adı Quşqanad olub. O, zirehi atam İltiğina gizlincə hazırlatmışdı. Çünki onun zirehi bir həftə əvvəl yararsız hala düşdü. Zireh bugün hazır oldu. Onu axşam İltiğina verəcəkdi, amma sizə qismət imiş. Claudius da mənə zireh yollayıb. Get çatdırıblar. Əsrlər sonra. Zena gülümsədi. Nəzakətdən yox, gözləri də gülürdü. Amma nə də olmasa zireh gəlib çatdı. Fağıla deyərəm, zirehi İltiğina təqdim edər. Tək ki keyf açılsın. Nədənsə keyfi yox idi. Zenanın da keyfi bir qədər pozuldu. Atamın birinci xanımı Jerbek, İzbemin, Jelkosekin, Qamçağın, Zöveğinin anasıdır. Yəni atamın birinci xanımından olan 4 övladı vardı və 4'ü də sizi edam etmək istəyirdilər. İkinci xanım isə Dur xanımdır. Fağılın döyüşdə itirdiyi 4 övladının anası.
Dur xanımın sağ qalan yeganə oğlu İltiğindir. Qaşlarımı çatdım. Bəs siz Zena? Mən əvvəldən siz dediyindən mən də siz deməyə başladım. Zena səs tonundan saldı. Mən övladlığam. Faqıla ata deyirəm. O da mənə qızım. Başınız sağ olsun. Faqıl və Dur xanım mənə yetimlik hiss etdirməyiblər. Dur xanımın gözləri görmür. İndi başa düşdüm ki, nə körlüğüm qalır deyəndə İltiğinin keyfi niyə pozuldu. Zeynəsi davam edirdi. İndi Dur xanım təhlükədən uzaq olsun deyə özbəyimlə yola salmaq fikrindəyik. Bu da İltiğinin keyfini pozur. Burada neçə nəfər var? Döyüşçüləri soruşursunuzsa 100 nəfər tapılar. Ümumilikdə 300-ə yaxın adam var. Amma özbəyimlə nə qədər adam və kimlər gedəcək bilmirəm. Bizə say yox, möhkəm iradə lazımdır. Düşmənimiz hiləgərdir, mütləq bizi bir-birimizə qırdırmaq istəyəcək. Xaxsaç sizi qorusun. Zena ehtiramla çölə çıxdı.